Zibillik dünyanın və Azərbaycanın ən böyük problemlərindən biridir. Bəs dünyanın ən böyük zibillikləri hansılardır? 5-ci yer, Laoqan zibilliyi, Çin, Şanxay ərazisi. 334 hektar olan zibillikdən dövlət metan qazı alır və onu elektrikə çevirib əhaliyə paylayırlar. Yəni, ekoloji məqsədlərlə istifadə edilir. 4-cü, Bordo Poniente, Mexikoda yerləşir. 375 hektar ərazisi var. Vaxtilə bu ərazidən 1500-ə yaxın ailə pul qazanırdı. Belə ki, zibillikdə lazım olanları götürüb satırdılar. Sonra zibillik bağlandı. Güya ki, burada zavod istəyəsə, zibilliyi emal eləcək zavod düzəldəsiydilər, lakin bu da qaldı. Cəmaət yenə zibil tullamaqda davam edir. 3-cü yer, Apex regional, Las Vegas, Nevada, Amerika Birləşmiş Ştatları. 890 hektar ərazisi var. Hazırda həmin zibillikdə 5 milyon tona qədər zibil saxlanılır. İkinci yer, Quyu, Çin ərazisində yerləşən bu zibillik 5300 hektar ərazini əhatə edir. Dünyanın ən böyük elektron cihazlarının tullantılarının yerləşdiyi yerdir. Onu da deyim ki, Çin başqa ölkələrdən məqsədyönlü şəkildə bunu alır və bunu emal edirlər və burada 150 mindən çox fəhlə işləyir. Və ən nəhayət birinci yer, dünyanın ən böyük zibilliyi Havay adaları yaxınlığında olan böyük sakit okean zibilliyidir ki, buranın 6000 kvadrat kilometr ərazisi var. Ətrafda hər bir şeyi zəhərləyir. Heyvanları, bitkiləri, oranın bütün ekoloji sisteminin tarazlığını pozmuşdur. Lakin çoxsaylı ailələr də buradan pul qazanırlar və onların müəyyən şeyləri yığıb satırlar.